Xoş gördük dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Ağır Cinayətlər Məhkəməsinin qarşısındayıq. Rüfət Səfərovun növbəti məhkəmə prosesi keçirildi. Məhkəmə biraz qalmaqallı keçdi. Salam, hər vaxtınız xeyirli olsun. Nə deyə bilərsiniz bax bu məhkəmə haqqında? Bilirsiniz, Rüfət Səfərovun məhkəməsi və digər siyasi məhbusların məhkəməsini biz monitorinqini aparırıq. Yəni qanunu sökənməyən, qurama ittihamlar üzərində qurulmuş bu ittihamlardır. Bu məhkəmə prosesində iştirakçılar, bütün məhkəmə prosesinin iştirakçıları, o cümlədən hakim də, prokuror da, digər yəni prosessual iştirakçılar da hamı bilir ki, bu iş quramadır və qurama olduqların bilə-bilə təəssüflər olsun ki, bu tipli məhkəmələr sonda ittiham edici hökmlər çıxarılır siyasi məhbuslara. Bizdə bu siyasi məhbuslarla bağlı bəzi adamlara çox adi bir şey gəlir. Amma bir şey unutmasınlar ki, bu hakimlər də, dövlət ittihamçıları da siyasi məhbus kateqoriyasına daxil olan insanlar o şəxslərdir ki, istintaq orqanlarda, məhkəmələrdə bilə-bilə şəxsləri azadlıqdan məhrum edirlər. Bilə-bilə günahsız insanların, adamların günahsız olduqlarını bilə-bilə onların azadlıqdan məhrum edilməsinə gələcəkdə həmin şəxslərin də cinayət məhkəməsinə cəlb olunması prosesləri baş verir. Heç şübhəsiz ki, mən hesab edirəm ki, Rüfət Səfərovla bağlı və digər siyasi məhbuslarla bağlı belə tamaşalar yığışdırmaq lazımdır və siyasi məhbusları azadlığa buraxmaq lazımdır. Bu siyasi məhbuslar hansı formadasa öz həllini tapmalıdır. Uzun müddət belə deyək, bu ictimai fəalları tutub türmələrə salmaqla ictimai siyasi proseslərin həlli olması mümkün deyil. Həlli hər şey diyaloqdan keçir. Mən hesab edirəm ki, bu məsələlər başlamalıdır və siyasi məhbuslar azadlığa buraxılmalıdır. Diqqətinize görə çox sağ olun. Minnətdarım. Rəsul müəllim, siz nə deyə bilərsiniz? Təşəkkür edirəm. Təbii ki, Rüfət bəy məhkəməsi digər siyasi məhbusların məhkəmə prosesi kimi qondarma məhkəmədir. İşin özü qondarma olduğu kimi məhkəmə də qondarma bir şəraitdə keçirilir. Bu məhkəmə deyil, təbii ki, Azərbaycanda nə məhkəmə yoxdur, nə hüquq yoxdur. Hüququ Əliyevlər rejimi çoxdan dəfn edir, yoxdur. Ona görə məhkəmə də yoxdur. Məhkəmə də yoxdur. Təkcə bir faktı deyim. İndi bugünkünü hələ qoyaq bu tərəfə. Ümumiyyətlə bu prosesdə bir faktı diqqətinizə çatdırım, ictimaiyyətin diqqətinə çatdırım. Bir fakt ortadadır ki, bu zərər çəkmiş deyilən şəxs, Rüfət Səfərovun üzünə dirənən şəxs, birbaşa faktlar ortaya çıxıb ki, bu ora gələndə Rüfətin evinin yanına gəlməmişdən əvvəl Rüfəti həbs eləyən, yəni güya ki, sonra polislər gəlib, Rüfət bu adamı güya döyüb, döyəndən sonra polislər gəlib, o polislərlə telefon danışıqları var. 10 dəqiqə, 15 dəqiqə qabaq həmən polislərlə telefon danışığı var, işi qururdular. Bu telefon danışığı da ortalıqdadır. Burada məhkəmə prosesində də o məsələ qeyd olundu, o məsələ gündəmə gətirildi, fakt kimi o göstərildi. Təkcə bu faktın özü göstərir ki, Rüfət Səfərov birbaşa şərrənibdir. Bu fakta görə Rüfət Səfərov əgər məhkəmə olsaydı, birbaşa Rüfət Səfərov zaldan azad edilməli idi. Təbii ki, yoxdur. Məhkəmə Azərbaycanda yoxdur. Məhkəmənin imitasiyasıdır. Azərbaycanda ümumiyyətlə məhkəmə yoxdur. Məhkəmənin imitasiyasıdır. Ona görə də Rüfət Səfərov azadlıqda deyil. Çox sağ olun. Salam Rövşənə xanım. Nə vaxtınız xeyirli? 2 dəqiqə vaxtınız alacam. Üzr bilir. Məhkəmə haqqında nə deyə bilərsiniz? Bax, niyə qalmaqallı keçdi? Təəssüf ki, Rüfət Səfərovun bugün məhkəmə prosesi biraz səs-küylü qalmaqallı keçdi. Rüfət sonda biraz emosional davrandı və etiraz elədi məhkəməyə. Çünki zərər çəkənin bugün sual-cavab mərhələsi idi və bizim müdafiə tərəfi olaraq bir neçə suallarımız var idi. Sadəcə olaraq, yəni sonda zərər çəkənin, yəni ki, uzun müddət fəhlə işləməsi və rəsmi heç bir gəlirin olmadığı təqdirdə bir neçə ay ərzində 120 min manat yəni pul xərcləməsi ilə bağlı mən sual verdim ki, o gəlir mənbəsini açıqlasın, gəlirləri hardan olub, bunu necə olub ki, bu qədər pul qazanıb. Təbii ki, bu əsas ittihamın yəni mahiyyətini təşkil edən bir nüanslardan biridir. Lakin prokuror buna etiraz olaraq zərər çəkənə imkan vermədi cavab versin və etiraz elədi ki, bu suala bənzər sual artıq bir dəfə səslənib və xahiş edirəm bu sual xaric olunsun.
Məhkəmə, yəni ki, bununla bağlı çox güman ki, müşavirəyə gedəcəkdi, amma Rüfət Səfərov prokurora etiraz elədi və orada da təəssüflər olsun ki, mübahisə yarandı. Və beləliklə də bizim müdafiə tərəfi olaraq bir neçə vəsatətimiz hal-hazırda yəni baxılmamış qaldı. Biz halbuki onu artıq hazırlayıb və keçən iclasdan etibarən sistemə yükləmişdik və suallarımız da yarımçıq qaldı. Amma məhkəmə təxirə düşdü fevral ayından. Çox xahiş edirəm. Qısa bir açıqlama verin Rüfət dedikləri. Rüfət bəy etiraz olaraq bildirdi ki, onun müdafiə hüququ pozulur. Çünki müdafiə tərəfin kifayət qədər, yəni ki, əsaslandırılmış suallar verir, amma prokuror dövlət ittihamçısı buna imkan vermir, imkan yaratmır. Bu da birbaşa olaraq onun yəni müdafiə hüququnun pozuntusu kimi qiymətləndirilməlidir və o yəni ki, barəsində gedən cinayət işinin qondarma və sifarişdə olduğunu qeyd elədi və bununla bağlı da yəni etirazını bildirdi məhkəmədə. Rüfət Səfərov azadlıq istədi. Rüfət Səfərov bəli, ədalət istədi, azadlıq istədi və ümid edirik ki, məhkəmə yəni nəticədə ədalətli qərar qəbul edəcək, ümid edirik. Çox sağ olun. Minnətdaram. Siz buyurun xanım. Rüfət müəllimə çox minnətdarım bildirirəm. Onu azadlığa tez zamanda buraxmasını istəyərəm. Allah Rüfət müəllimə can sağlıq versin xanım. Çox sağ olun. Mən bayaqdan 2 dənə məhkəmədə idim. İkisində də prokurorlar özlərini adekvat aparmırlar. Ayıb oldu. Gərək Bölgü olmalı. Prokuror. Müdafiəçilərin imkan vermir danışmağa vəkillərə. Ona görə Oldu, dəyərli izləyicilər, bunun da Rüfət Səfərovun bugünkü məhkəmə prosesi qalmaqalla başa çatdı. Növbəti məhkəmə prosesi 16 fevrala qaldı. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.